hörmətli Pənah bəyin o fikri ilə mən razı deyiləm ki, biz oradakı məsələlər qətiyyən müdaxilə etməməliyik. Qəti şəkildə. İranın daxili işlərinə ümumiyyətlə qarışmamalıyıq. Heç zaman müdaxilə etməməliyik. Nə qədər ki, molla rejimi bəhanə axtarır, içəridə şpiyon axtarır, çöldə düşmən axtarır, biz ora müdaxilə etməli deyilik. Bəs soyqırım olacaqsa? Heç bir soyqırım filan olmayacaqdır. Burada əsas məsələ nədən ibarətdir? Amerika Birləşmiş Ştatları, Britaniya, Almaniya, Fransa və İsrail İranı Rusiyanın və Çinin pəncəsinin altından dartıb çıxaracaqlar. Bugün İsrail üçün tarixi məqam yetişibdir. Molla rejimin bir dəfəlik tarixin arxivinə gömmək üçün bugün İsrail mütləq tələb edəcəkdir Amerika Birləşmiş Ştatlarından ki, bir dəfəlik molla rejiminin fətvası verilsin. Onun artıq sonunun başlanğıcıdır. Qüvvələr hələlik ki, bu tarazlığı saxlayırlar. Amma xalq baskısını bir balaca artırsa, mütləq hərbiçilər, o sepahçılar, o bəsitçilər keçəcəklər xalqın tərəfinə. Başlıca səbəb. Birinci, batanla heç kim batmaq istəmir. İkinci səbəb iqtisadiyyatdır. O gün Pezeşkiyan çıxış elədi, dedi ki, məmurlar məndən əmək haqqılarının artırılmasını istəyir və bizdən vergi tutulmamasını istəyir. Hardan alım deyir mən pulu sizə? Və açıq aydın deyir ki, əgər İranın çıxardığı neftin %10% xalqa xərclənsəydi, bu problemlər olmazdı. Deməkdir ki, İranın satdığı xam neftin %100'ü keçir Sepahın əlinə, molla rejiminin əlinə. Qərb mətbuatı yazır ki, Xameneinin 95 milyard dollarlıq mülkü və bank hesabları vardır xaricdə.